Salam, mənim adım Sənova Alsudur. Mən Mikayıl Müşfiq adına 18 nömrə tam orta məktəbin 2B sinifində oxuyuram. Bu gün müsahibə alacağım şəxs Rafael Tarberdiyevdir. Salam, necəsiz? Salam Asır, çox sağ ol. Sən necəsən? Yaxşıyam, çox sağ olun. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Tarberdiyev Rafael, Uşu üzrə 2 dəfə Avropa çempionu, Dünya Festivalının qalibi, klublar arası dünya çempionu, 2 dəfə Avrasiya çempionu, 7 dəfə Azərbaycan çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, Azərbaycan Respublikasının idman ustası, prezident mükafatçısı, milli yığma komandanın məşqçisi. Necə oldu ki, idmana həvəsiniz yarandı və neçə yaşınızda başladınız? Uşaqlıq illərimdən həvəs yaranır. 10 yaşından ilk dəfə anam məni idmanın karate ilə yönləndirmişdi. Sonradan hərbi xidmətimi başa vurduqdan sonra idmanın Uşu növünə keçid elədim və orada uğurlar əldə elədim. Azərbaycan bayrağını dünyada dalğalandırmaq necə bir hissdir? Gözəl bir hissdir. Vətən üçün, dövlətin üçün, millətin üçün bayraq qaldırmaq çox gözəl bir hissdir. Yaxınlarınızdan idman ilə məşğul olan varmı? Bəli, var Asır. 2 övladım Yusif Yunislə bərabər bir çox tələbələrim var ki, onlardan nəticəli olan idmançılarımdan Ramaldır, Rauldur, Oqtaydır, Muraddır, Yusifdir və s. idmançılar hal-hazırda mənim yanımda idmanla məşğul olur. İstəyirdinizmi övladlarınız sizin yolunuzda davam etsinlər? Bəli, istəyərdim övladlarım da mənim yolumda davam eləsinlər bir idmançı kimi. İnşallah ki, gələcək göstərəcək. Uşaqlara nə məsləhət görərdiniz? Uşaqlara onu məsləhət görərdim Mansur ki, bugünkü gün idmana daha çox vaxt ayırsınlar, təhsillərinə daha çox vaxt ayırsınlar, valideynlərinin sözünə qulaq assınlar, zərərli vərdişlərdən çəkinsinlər və gələcəkləri üçün sağlam həyatın təməlini özləri qursunlar. Suallarıma cavab verdiyiniz üçün və mənə vaxt ayırıb gəldiyiniz üçün sizə təşəkkür edirəm. Çox sağ ol, mən də minnətdarım. Sizlər bizim qürur mənbəyimizsiniz. Sizinlə fəxr edirik. Çox sağ ol, mən də sizinlə fəxr edirəm, siz körpələrimə.